Biz başlayanda sıfırdan başlamışdıq. Hal-hazırda biz böyük komanda ilə gördüyünüz bu ofisdə artıq yüzlərlə brendlərin tərəfdaşlığı ilə, uğurlu layihələrlə davam edirik. Həyatına investisiya eləmək başqa bir şey. Yəni özünüzdən fəxr edəcəksiniz və bu sizə daha çox motivasiya verəcək. Sahibkar ailəsində böyüdüyümə görə uşaqlığım qeyd edirəm ki, Rusiyada, Moskvada keçib və elə o vaxtdan da daha çox sahibkarlığa marağım olub və biraz da valideynlərimin mənə texnologiya sahəsinə necə deyirlər, marağı yaratmağa dəstəyindən başladı ki, məhz texnologiya sahəsində bir necə deyirlər, sahibkar olmaq istədim. Belə ki, 5 yaşımda, heç 5 yaşım olanda mənim artıq bir kompüterim var idi, hansı ki, təxmini 2000-ci ilin əvvəllərində düşürdü ki, çox adamda belə deyim, yox idi. Məktəb illərində mən yenə burada Rus məktəbində, Rus sektorunda davam elədim məktəbimi. Burada rəqabətçil bir mühit var idi ki, bəs ən yüksək balı kim yığacaq bizim məsələn siniflər arasında universitetə qəbul olmaq üçün. Bura gələndə buradakı mühitə öyrəşmək biraz çətin olduğu üçün birinci çox da belə deyim yaxşı alınmırdı, amma sonra adaptasiya olub istədiyim nəticəni əldə elədim. Hətta belə deyim də həmin il məktəbdə Rus bölməsi arasında ən çox bal mən yığdım, 642 bal idi və o balla istədiyim universitetə daxil oldum. Bu sahəyə konkret yönəlməkdə və bu işlə məşğul olmaqda universitetin birbaşa rolu var. Mən orada çox belə rahat, sərbəst şəkildə ingilis dilində danışmağı öyrəndim. Yeni bir dil öyrəndiyinizə görə artıq həmin dildə əlbəttə siz rahat şəkildə araşdırma da bilirsiniz. Bu birinci belə deyim yaxşı bir üstünlük oldu. İkinci kursda mənim bir müəllimim var idi. Adı Məmməd Kərimdir. Hal-hazırda Azərbaycanda investorda, həm də Qafqaz Venture, Azərbaycan ilk venture fondunun belə deyim general partneridir, əsas partnyorudur. Çox məşhur adamdır bu startup sayəsində. Ona buradan salamlar deyirəm və təşəkkür edirəm. Belə ki, o bizə bir semestr dərs dedi və bu mövzuları bizə keçməyə başladı. SWOT analiz, ümumiyyətlə startuplarla bağlı, tutalım ki, bu iqtisadiyyata, innovativ biznesə giriş mövzuları idi. Oradakı o bir semestrlik dərs mənim bütün düşüncə tərzimi dəyişdi. Nə mənada ki, mən yüksək balla mühəndis olmağı fikirləşirdim. Yaxşı yerdə mühəndis olum, sıfırdan başlayım, yaxşı maaş alım. Amma onun o belə deyim, mənə gözümün açması mənim hər şey dəyişdi. İkinci kursun birinci ya ikinci semestrində mühəndisliyin belə deyim, başını buraxdım. Və bu sahədə davam etməyəcəyimi özümə qərar verdim. İntern kimi gəldim onun şirkətinə. Bezdirici şəkildə mən ondan əl çəkmədim. Yəni mən bildirdim ki, başqa yol yoxdur. Mən mütləq sizdən çalışmaq istəyirəm. Mən sizdən nə ödəmək istəmirəm və s. Heç nə istəmirəm. Sadəcə olaraq sizin təcrübənizi almaq, sizin komandanızın təcrübəsini almaq. Elə oldu ki, o qəbul elədi. Həmin müddət ərzində çox təcrübə qazandım. Çox möhtəşəm əlaqələr qurdum və düşünürəm ki, mənim bu sahəyə olan təməlim məhz orada quruldu. 3 il orada çalışdıqdan sonra artıq yeni bir şey sınamağa çalışdım. Orada sanki bir inkubasiya, akselerasiya sahəsinin təcrübəsi və üstəgəl dövlətdə innovasiya təcrübəsi almışdım. Həmin müddətdə özüm başlamışdım bir blogerlik fəaliyyətinə, influencerlik fəaliyyətinə. Çünki düşünürdüm ki, bu mövzuda mütləq tanınmış olmalıyam. Mən media, web space adlandırdığım layihəni satandan sonra məcbur media sahəsində olan, yəni mənim həvəsim ölməmişdi. Amma vaxt və resurs yox idi ki, məhz belə bir medianı quraq, komanda yox idi. Özüm başladım. Və elə o vaxtdan səhifəm belə deyim davam eləyir. Məhz texnoloji məzmunlarla bağlı. O qədər də asan iş deyil. Birincisi çox məsuliyyətli və vaxt alan bir işdir. Çünki bir media platformadan, bir məzmun yaradıcısından daimi, dayanmadan məzmun istəyirlər, araşdırma istəyirlər. Və nəyə görə məsuliyyətlidir? Siz insanlara düzgün, doğru xəbər verməlisiniz. Yanlış məlumat insanları çaşdıra bilər və səhv yönləndirə bilər. Əsas əlbəttə problem texniki sahədir. Sənin içində o mövzuya, o sahəyə qarşı bir istək varsa, məzmun yaratmaq varsa, yəni mən başladığım kimi telefonla da başlaya bilirsən. Dediyim o İnnovasiya İnkubasiya Akselerasiya Mərkəzində çalışdığım müddətdə məzmun yaradıcısı kimi fəaliyyət göstərdim və artıq belə deyim, qlobal böyük brendlər mənə reklam sifarişi verməyə başladı. Bu məni bu mövzuyu ümumiyyətlə daha da belə deyim həvəsləndirdi. Bir sahəyə sevginiz, həvəsiniz varsa, yəni hobbi kimi belə deyim də buna məşğulsunuzsa, onu kommersiyaya çevirib
O ki ondan pul qazanırsınız ha. İnanın ki həvəs 1-ə milyon qalxır. Gördüyünüz işlərdə daha uğurlu oldu, daha nəticə yönümlü oldu. Biz başlayanda sıfırdan başlamışdıq. Yəni sıfır büdcə ilə, sıfır resursdan, sadəcə bir nəfər var idi, bir də mən var idim. Hansı ki o adam saytı qurmuşdu, belə deyim, və texniki işlər gördü. Mən isə daha çox bunun belə deyim, kontent və biznes tərəfinə baxırdım, yəni çəkilişlər və s. Biz gündə 2 dənə, 3 dənə xəbər, video və s. hazırlayırdıq. Yəni sağ olsun uşaqlar indi burada bəlkə də izləyirlər məni. Onlar tam ödənişsiz buna dəstək oldular. Amma 5-6 ay sonra da pul qazanacağımıza əminiyik. Yəni bütün hər şey hazır idi və mənim şəxsi bloqumdakı brendlər də bir növ gözləyirlər ki, belə bir media qurulsun, biz ondan işləyək. Hal-hazırda biz böyük komanda ilə gördüyünüz bu ofisdə artıq 4-cü illikdə, 4-cü ildə dediyim kimi yüzlərlə həmin o brendlərin tərəfdaşlığı ilə və uğurlu layihələrlə davam edirik Dedroid. Həqiqətən də öz yaratdığın şirkət, öz yaratdığın layihədən pul qazanıb, onu özünə, həyatına investisiya eləmək başqa bir şey. Yəni özünüzdən fəxr edəcəksiniz və bu sizə daha çox motivasiya verəcək və siz daha da yaxşı olacaqsınız.